Hazır Çempionlar Liqasında finalın adı məlum olmuşkən, gəlin birlikdə keçmişə dönüb bu inanılmaz kubokda ən çox final oynayan 5 komandaya baxaq. 5-ci sırada Çempionlar Liqası tarixinin ən uğursuz finalları ilə yadda qalan Juventus var. Qoca Signora 9 dəfə final oynasa da bunların sadəcə ikisində sevinə bilib və 7 final məğlubiyyəti ilə anti-rekord qırıb. 4-cü sırada İngiltərənin ən köklü klublarından olan Liverpool yer alır. İngilislər Çempionlar Liqası tarixində tam 10 final oynayıb və bunların 6-sında kuboku qazanmağı bacarıblar. 3-cü sırada Alman futbolunun ikonu Bayern München bizi qarşılayır. Bayern tarixində 11 dəfə final oynayıb və 6 dəfə kubokun muzeyini aparmağı bacarıb. 2-ci sırada bir dövrə adını qızıl hərflərlə yazdıran Milan var. Milan bu günlərdə əvvəlki gücündən uzaq olsa da tarixində 11 dəfə finala yüksəlib və 7 dəfə kuboku İtaliyaya aparıb. Birinci sıraya keçməzdən əvvəl videomuzu bəyənib kanalımıza abunə olaraq bizə dəstək ola bilərsiniz. Birinci sırada bu kubokun əsl sahibi sayılan Real Madrid dayanır. Madrid təmsilçisi tarixində 18 final oynayıb və bu finalların 15-də kuboku başı üzərinə qaldıraraq bu turnirin ən böyüyü olduğunu sübut edib. Yeri gəlmişkən bu ilki finalda sizcə qalib kim olar? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın.